Selamlar, ben Gabriel. Bugün sizlerle birlikte yeni bir bölümde karşınızdayım. Şalke 04. Bildiğiniz gibi Mopsi bölümde birinci lige yükseldi. Ona göre yönetim bize 500k pul verdi. Gördüğünüz gibi çok oyuncumuz emekli oldu. Hedefimiz dostlar bu kariyerli indi birinin ikinci bölümünü izleyen varsa. Her yoktu Konferans Ligi, Avrupa Ligi ve Şampiyonlar Ligi. Birin kazanan kimi yani kariyer bitecek. Gördüğünüz gibi ikinci ligadan birinci ligeye yükseldi. Oyuncumuza teklif var. Görək nə qədər verir. Sporting. Az verir. Yox, az verir. Satmayaq. Fuşut kartın ikinci takımı ilə özüdür. İkinci takımı ilə dostluq maçı keçirdəcək. Bərabərə bitdi o da. Və belə. Oyuncumuza təklif var. O, Cübü 71. Nə qədər verir? 7 çıxsa sataq geçsin. O da 7 çıxmır. Satmayaq. Dostlar, kadromuzun buradan sizə dəyərini göstəreyim. 198.000. Gördüyünüz kimi 2 dənə türk oyuncumuz var kadroda. Görün Mahir futbolu bırakmayıb. Emreli. 70 oldu, 30 yaşı var, 1 milyon. Klubu da satır o dəqiqə. Yox, hələ satmayacağım, götürməyəcəm. Mahir olsa bizim santrafora ehtiyacımız yoxdur. Zeraton burada transfer eləmişik. Gəlişsin deyə. Kadromuz yaxşıdır məncə. Bunlardakı təklif gələndə satarıq. Sıradakı cavab oyunu mühafizə qarşı özü dostlar 2 dənə Japon oynadılar. Dostlar, bu bölümdə demişdim, bildiğiniz kimi 2 dənə, 3 dənə bitsinli Japon oynadanda onları götürməyəcəyik. O elə bir o Japon oynadan takım yoxdur, Çin fərqi yoxdur. Onların ən yüksək vol oyuncusunu götürəcəyik. O bölümdə də demişdim. Bunların ən yüksəyi A-mıdır. 81'i götürək, o bizim işimizə yarayacaq. Buradan gələk. Almanyalıdır. Mayıs'tan. Buradan pul götürəcəyik. 30 milyon. 33 milyon verək. Qəbul elədi. Buradan bir daha 10 milyon götürməliydi olsa, çünki 2 dənə idi o Çinli oyuncusu. Всё. Bu türkü mən elə gəlir sataq, çünki ta qocadır. Bu ekran kaydın belə. Yo, bu Almanı sataq, RR 67'lik. Yaxşı futbolu buraxmır. Qocalı olsa. Bir Alman gəldi, bir Alman getdi. Всё, kadromuz belə. 16 milyondakı yəqin ki, görə bir dənə Lığbı götürə biləcəyik. 73'sü. 16 milyon pula. Cavan olsun. Bu Liverpool'da 22 yaş. O da satmaz Liverpool. Dostlar, istəyirəm bu kariyerli ilə bu bölümdə bitirəm. Çünki kariyer çəkmək həvəsim qalmayıb. Elə istəyirəm bu bölümdə də bitirəm. Maç tahmini zad videoları çəkəcəm. Liverpool'dan belə bir İngiliz, Alman oyuncusu transfer elədi yenə. Bu 66'lık Lığbiyeni də sataq geçsin. Bu da getdi. Всё. Görək, kadromuz 200 milyon oldu. 200'ü keçdik. Və kadro düşünürəm ki yaxşıdır. Daha bunu всё belə yaxşıdır. Keçdik Mayıs maçına. Bu da hazırlıq maçıdır. 2-0 uduzduq. Almanya kubokuna kazanmıştı. Borussia Dortmund. Və bizim için lig başladı demək olar. Ligdəki ilk maçımız. Kümə düşməməyə çalışaq bu bölümdə.
1-0, 2-0, 2-0 qəşəng. Heç olmasa Konferans Liqə gedə bilsə yaxşı olar. Bunlar da Japon oynadır. 74'dür. Düz o daha. Buradan 20 milyon götürək. Çünkü biraz da pul istəyəcək bu takım bizdən. 9.7. Qəbul eləmədi. 10.7. Qəbul elədi. Bu Japonu göndərək geçsin. Bu da Almanya'ya getdi. 21 milyon bütçemiz oldu. 21 milyona bir dənə BMW 66 üstü götürmək olar. Olar yəqin ki. Görək kim var. 76 üstü. 21 milyon bütçeye. Cavan olsun. Getdi. Buna ne kadar yaş var? 28. 27. 28. 28. 25. Olympiakos'ta 25. 25. Bunu götürək elə. Bu yaxşıdır. Braziliyadan götürürük bu oyuncu. Avrupa'ya təzən qayıdır. Qayıtdı da. Arjantinli oyuncu transfer elədik. Deyəsən bizim kadroda heç Arjantinli yoxdur mən bilən. Yo, bu ilk Arjantinli olur. Bunu da ilk 11'ə qoyduq. Kadromuz belə. Bir iki dənə oyuncusunu görək kimi sata bilirik. Bu türkü satak geçsin. 73'lük. Görək hara gedəcək. Piyasa dəyəri də olmuşcan. Kadroda qalacaq bir dənə türk. Almanya'ya getdi. Bura getdi. Yox. Mən bilən 2-ci ligaya getdi deyəsən. Hə. Bizlə 1-ci ligaya düşdü təzən qayıtdı 2-yə. Olsun və davam eləyək. Rəqib başqa Japon oynadmır, yox. Getdi. Bərabərə. Altıncı yox. Şut kart. Bunların ikinci komandasına qarşı oynamışdıq deyəsən, bərabərə qalmışdıq. Amma utduq əsas komandasını. Körüm. Körüm də bizlə bərabər yüksəlmişdi 1-ci ligiyə. Bərabərə. Red Bull Salzburg. Dostlar, bunlar bizdən Japon oyuncusunu aldıqlarına görə Almanya komandası. İndi bizə qarşı oynayacaq o Japon. 10 milyon ona görə götürməliyik. Bildiğiniz kimi kural içidir. Və 1-0, 2-0. Qəşəng uşaqlar. Altırılığa girdi. Bayern Münih 5-cidir. Nəcəb mən gözləyərdim lider olsunlar. Dostlar, bunlardan hələlik oyuncu götürməyəcəm. Bir səfər sonra oynayanda götürəcəyik. Ya niyə indi götürək? Japon oynadılar çünki satmayıblar hələ də. 2 dənə oynatdıqlarına görə yenə ən yüksəklərini götürməliyik. Yenə Almanyalı 81. Amı. Götürək də bizim işimizə yarayar. Bunlarda nə qədər Almanyalı oynadır bu Mayıs. Alman komandası da oynadacaq da tay. 21 götürək. 24 verəcəm. Qəbul elədi. Buradan da ilk 11'e. Всё. 78'i bunun yerine koyup. Yok, bunun yerine koyup. Onda belə qalsınlar bu. Belə qoyaq, всё. Всё. Mayıs 1-0.
1-1. Yenə bərabər olsun. Biz 6-cılığı qoruyaq, qalanı boş şeydir. Konferans liginə gedə bilək. Burada Türk legosu qoyan komanda ha. Qarşılarında Türk oynayacaq elə. 3-0 bunları keçdi rahat. Mahir'in komandası da geçir. Mahir ilk 11'də 4 çıxardıblar. Bəlkə satıblar görüm. Mahir Emreli. Yo, elə buradadır Mahir. Və 1-0 qəşəng uşaqlar. Biz belə olduq geçiyor, bəlkə Şampiyonlar Liginə də gedə bilərik, amma hər nəysə. Ha dostlar, bir de şey demiştim. Videoya like'ları biraz çoxaldaq. Yine 2-3 like gəlir. O görə bax karyera həvəsim qalmır. Yani Leverkusen zat Şampiyonlar Ligi'ni kazanamırıq, amma konferansı kazanarıq 100%. 3-0 nə idi? 5-0 uduzduq. Heç güclü də komanda 4'ü. Diğer güçlüdür. O iş çıkan pis oldu. Olsun, galibiyet havalı telafi ettirək. 3-0 qəşəng. 5-ciliyə yüksəldik. Avropa liginə kimi. Bunlar da Japon oynadır. CB 76'lık. Ne kadar da onun değeri. Hani o Japon? Necə o Japonu tap da? Yoxdur axı. O deyəsən dostlar, futbolu bıraxır, o görə adı çıxmır. Onun yerinə 21 milyon götürə bilərik. Deyəsən futbolu bıraxacaq sezon sonu, o görə çıxmır. Bizə onun yerinə RB 78 üstü geçə bilərik. Olar. 30 milyonla gəldik. Cavan olsun. 28, 26, o 24. 24 yük nasılda oynayan. Bunu götürək. Yük nasılsa 28 verəcəm. Qəbul elədi qəşəng. Qoyduq müdafiə. Bunu sataq geçsin 68'i. Все, getdi. O da getdi ölkəsin o da. Zankani nətərli gəlişir hə. Zankani keçsə bunu satmaq olar bu. Bu oyuncusunu satmaq olar keçsə Zankani. Və davam edək. Kadroya yeni transferlər zad eləyirik. Bərabərə. Bu gol vurur demişə girib yədəkdən, sakatlanıb. Antrenman verək düzəlsin. Almanya'da çox güclü komandalar var. Kadroların görsüz dostlar. Amma bizə görə biz yaxşıyıq. 2-ci liqadan 1-ciliyə yüksəlib 5-ci yeri tutmaq çox yaxşıyıq. Almanya kubokunda rəqibimiz deyəsən 2-ci Almanya Bundesliqanın 2-cisində oynayır bu komanda. Simülə et. 3-0 keçdik qəşəng. Mahir'in komandası penaltılar dələnib. Bu takımı. Bunlar da Japon oynadır. Bu Japonları söyləyəcəm. Güney Korelidir bu daha çox. Bu daha 10 milyon götürək. 8 versiyonu qəbul eləmədilər. 8-9 elədilər qəbul.
Satak geçsin. Bu da gitti Almanya'ya. Söyleyeceğim ha bu Japonları. 5-ci dəqiqədə sağ açdılar və 3-1 uda bildik. Bayern Münih keçib Şampionlar Liginə də getmək var ha. Şey olar. Az versən. 70'liyə nə qədər verir bu? 5 çıxar. Onda satmırıq. Frankfurt. Can uzun oynayırdı. Bunlarda görürsə hələ də var. Oynayır. Bərabərə geçək. Frankfurtdan xal qoparda bildik. Və Borussia Dortmund. Bunlardan da bir xal qəşəng. Özə birinci gedirdilər. Bir dənə qalibiyyət götürsün yaxşı olacaq. O da Bayern Münih gəldi. Bunlar da Güney Koreli oynadır. Mən elə gəldi dostlar, biz o Güney Korelini alıb satmışdıq. Getmişdi deyəsən Türkiyəyə, hə, birinci bölümdən. Birinci bölümdə izləyənlər bilirsə yazar. Getmişdi o deyəsən Türkiyəyə, Qalatasaraya, Beşiktaşa getmişdi, ikisindən birinə. Təzən qayıdıb Bayern Münihə. Təzən qayıdıb. Onun da adı çıxmır. O da 100% futbolu bıraxır. Onun yerinə buradan 21 milyon götürək. 21 milyona 78 üssü CB transfer eləmək olar. Van Dijk. Van Dijk'ı görsən kiralayar Liverpool. Futbolu bırakır deyə yox. Bax bu olar. Bu olar. Ya görə cavan var, cavan. O bu yaxşıdır, buna pozsa pulumuz çatmayacaq. 81, 26 yaş. 24 yaş. Hansıydı o, Portekiz idi. Ha. Bunu götürək yoxsa ya bunu? Yox, 24 yaş olduğuna görə o Portekizini götürək. Benfica 28 verəcəm. Qəbul elədi, qəşəng. Savunmamız 80'dir. Elə 80'də də qaldı. Dostlar çox fazla kadroda şey oldu. Oyuncu oldu. O görə bu türkü satardıq, elə yeni qiymət verirdilər. Fisiota kadroda türk qalmadı. Ondan bəri yeni oyuncular çoxdur. Görək də görək. Bayern Münih 2-0 uduzduq. Zaten Bayern Münih'in gücü ortadadır. Bu da bilməz yeməyə elə gəlir. Çünki hələ ki təzə yüksəlmişik biz. 2-0 qəşəng. Təzən 5-ci. Hə? 1-0 qəşəng. 4-cülüyüz yaxınlaşırıq. Görək bizə penaltinin adı normal yerinə yetirirlər. Kubokdakı rəqibimiz bunlar oldu elə. Bunlarla oynamışdıq da. Yaxşı ki penaltı da keçə bildik. Bizə 18-ci bunlar istəyir. Bunlar da Japon oynadır, o görə 10 milyon götürək.
75'dir. Görürsünüz dostlar, Almaniyada çox Japon oynadılar. Bu Japon istəkləri bunların hardandır mən bilmirəm. Hara baxsan elə Japon, hara baxsan elə Japon, Güney Koreli. Çoxu Güney Korelidir, ora əsillidir. Çoxun heç adım bu daha tapmaq olmur. Çoxu da futbolu buraxır. Onun yerinə 21 milyon götürürük yenə. 35 milyon pulumuz oldu. Bir dənə qapıcı çəkə bilərik, görək. 78 üstü. 35 milyona. Real'da oynuyor. Kurtuvan kiralayar. Kiralamır. 30. Bax qəşəng. Gözümə girir. 27 Bayern Münih. 27 Bayern Münihdən bunu götürmək olar. Verər Bayern. 35 verirəm Bayern. Məncə gəlir satmaz. Satdı qəşəng Bayern Münih. Yeni qapıcımız İtalyan. 78'i sata bilərik. Bu da getdi Almanyaya. Kadromuz 300 milyon. Yədəklərimiz çoxdur çıxqan. Onları da görək ağarıq sata bilərik. Hələ ki yaxşı yox. Simlə edək. Bərabərə. Yenə fışırt kart. Bunlarla da bərabərə. Körüm. İki 0 qəşəng. 2-dən bərabərlikdən sonra xal aldıq qəşəng. İlk 4'lük. Oo, 3-cülük ilə nə qədər fərq açılıb ilk 4'də. Bərabərə. Mais. Ola fikir verin dostlar, biz 4'lük olar 5'dir. Fərqə baxın. 3 xal götürsək su kimi olar, ya qəşəng olar. Götürdük də qəşəng. Demək olar ki biz də Şampiyonlar Liginə gedəcəyik. Kubokdakı rəqib Dortmund. Penaltılara aparsaq bəlkə keçə bilərik. Apardı, o da keçənmədi, olsun. 3-cü dəfədir kuboka qatılıq, amma heç birində də qazanamırıq. Şanssızlıq budur. Bayer Leverkusen utduq. Oy 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 oy. Şampiyonluğu oynayan takım utduq. Konferans Ligi. Halaldır bizə. Almanya'da at oynadırıq. Erməni komandasını 7-1 keçiblər qəşəng. Mənə elə gəlir ki dostlar, biz Şampiyonlar Liginə geçsək də qazananmarıq. O görə ya Avropa Ligi, ya Konferans Ligi. İkisindən birinə geçsək yaxşı olar. Amma hələ ki 4-cü Şampiyonlar Liginə gedə bilərik. Bir 0. Arxamızdan Frankfurt gəlir. Bir bunlar tutduq. Frankfurt'a qarşı bərabərə. Borussia Dortmund. Borussia Dortmund tutduq. İkinci dəfədir birincidən xal aldıq.
Birində bir xal, indi birində də 3 xal. Komanda çox yaxşı gedir. Amma Bayern Münihə tiş keçirdənmədik. Və FC dostlar, Şampiyonlar Liginə gedirik. 4-cü tamamladıq. Şampiyonlar Ligi bizi gözləyir. Almanya Kubokunda Bayern Münih qazanıb. Şampiyonlar Ligin Parisin olub. Buralığı keçək. Çox qəşəng, yəni Almanya 2-ci ligindən 1-ciliyə yüksəldik və 4-cü yerə tutduq və Şampiyonlar Liginə gedirik. Kylian Mbappe alıb, Donnarumma alıb qapısı əldərini. Kylian Mbappe də Ballon d'Or qazanıb. Yönetimdə çatmır, deyir 4-cülüyü tutma demişdik. Alessandro ilə ki biz yüksəlib belə yeri tutduq. Dostlar, direkt olaraq Şampiyonlar Liginə gedirik. Mənə gəlir biz Şampiyonlar Ligini qazana bilməyəcəyik. O Türk oyuncu gəldi. Amma yenə katıldıqda görə nə qara bilirik. Bunu yox satmayacağım. Bunu satmayacağıq. Hazırlıq maçı. Və 1-0 tutduq. Paris üzü 71'li oyuncuya təklif göndərir. Görsünüz, mən birinci bölümdə demişdim ki, bu uşaqlı yeteneği var. Yox, satmayacaq Paris. Bu uşağı bizim gələcək ilk 11'imizdə hücumçumuzdur. Fransa komandasına qarşı oyun keçirdəcək. Bir 0 qəşəng. Paris udub. Dostlar, bu kariyeri istəyirəm elə bu sezon bitirək. Görək, yəni kariyeri, yəni demişdik Konferans Ligi, ya Avropa Ligi, ya Şampiyonlar Ligini qazananda bitirək. Amma məncə belə bəsdir ta, çünki komanda Şampiyonlar Ligiə gedə bildi. Özü Şampiyonlar Ligini qazanmış kimi bir şeydir. 2-ci ligdən 1-ci ligə yüksəlmək. Bu sezon yəni kariyeri bitirə bilərik bəlkə də. Kariyerin gedişatına baxır. Borsa mən istəyirdim ki, Konferans Liginə gedək. Konferans Ligini qazanıb kariyeri bitirək. Şampiyonlar Liginə gedə bildik. Dostlar, ya bu sezon yəni kaydı saxlayıb yorumlarda sizin fikrinizi öyrənərəm. Bitirək, bitirməyək kariyeri. Siz yazarsınız. Əgər düzsüz davam elətdirərik. Əgər düzsüz davam etdirmə, yəni kanala videosunu atmaram, kariyeri ilə bitirərik. Yəni siz fikir bildirərsiniz. Bu sezon yəni görək nə olacaq. Ekran kaydını bu sezon saxlayacağım və videomu paylaşacağım. Gözləyəcəm sizin fikirlərinizi. Bir 0 tutduq. Dostlar, mən bilirsiniz bu kariyeri niyə həvəsim yoxdur, atmıram. Çünki izlənmə heç gəlmir, like gəlmir. Maç tahmini videolarına izlənmələrə baxın. 200 zadı vurur keçir. Amma bunda 2, 3, 4, 10 dənə zad izlənir. Siz də fikirləşin, yəni siz olsunuz hansını atarsınız, ən çox izlənəni atarsınız. O görə mən də kariyer eləmək istəmirəm daha. Eləyərəm, o da 6-cı ligdən 1-ci ligə yüksəlməyi. Dostlar, bizim o kariyer çox izlənir. 6-cı ligdən 1-ci ligə yüksəlməyə çalışırıq İngiltərədə. O kariyerim mənim bir dənə çox izlənir. O da ki, bir 10.6 hiləsində elədim bəlkə. Çünki qoy görək nə olur İngiltərədəki takımlara. Şampiyonlar Ligi üzüyü görükür. Hələ rəqiblərimiz amma bəllidir. Kubok maçı. Zaten 2 tur uzadı keçiriyor hələ ən sonra.
O ilk turdan elendik. Mahir'in komandası geçip. Görün Mahir yine buradadır. Mahir Emre. Ha, ama değeri düşüp 1 milyondan. Dedi başka ölkədə ama yoksa burada sen ilk 11'de de görsən. 2-0 Frankfurt. Üç bir bunlar tuttuk. 2 maçtan sonra Şampiyonlar Ligi rəqibimiz bəllidir. 3-0 Bayern Münih. 1-0 ve Şampiyonlar Ligi rəqiblərimiz Manchester City, Barcelona, Galatasaray, Fenerbahçe, Atletico Madrid, Atletico Bilbao. Rəqiblərimiz bunlardır. Və ilk Şampiyonlar Ligi. Görək kimlər var? Qarabağ var məsəl üçün. Qarabağ yoxdur. İlk Şampiyonlar Ligi maçımız komanda ilə və 2-0, 3-0 3-0 utduq. Birinciliyə də götürdük o dəqiqə Şampiyonlar Ligində. Ama bir sürü dostlar ne qəşəng olar. Şampiyonlar Ligi'ni indi bu sezon götürüb kariyeri onunla bitirmək. Çox qəşəng olar. O ayrı bir məsələ olar üzü. Biz uduzduq. Manchester City kadrosu Haaland hələ də durur ki. 2-0 3-0 uduzduq. Mahir'in komandası dələnib ikinci turda. Almanya kubokunda. Üç 0 oyunculara isteği var. Bunu yok. Elə bu qapıcının da yok. Kadromuzda Evlə Cavan oynayır. Heç birinə təklif göndərmirlər. Bunlara göndərirlər. Görüm Zankanın neçə oldu? 73. Öz-özünə gəlişir o biz gələcəkdə Üsazil 11'dədir. Barcelona'dan xal qopartdıq. Qəşəng. Beş bir. İki bir bunlara da keçdik. Və Galatasaray. Səfərə gedirik. 1-0 xal qopartdıq. Qəşəng. 14-cü. O Fenerlə də oynayacaq. 2 dənə Türk takımı ilə. Görək biz yenə Türkiyəyə gedirik, yoxsa onlar gəlir. Bir səfər onlar gəlir, hə. İki bir. Mənə elə gəlir dostlar, biz Türkiyə indi şəkə bu komanda Türkiyədə olsaydı, biz indi Türkiyədə şampiyon idik. Çünki Galatasaray, Fener utduq, ikisindən də 3 xal götürdük. 3-2 bu rəqibi də tutduq. Biz Almanya şampiyonluğun qazananda da bitirə bilərik dostlar kariyeri. Demişdim ki 2-0 uduzduq.
ve 2-0. Dostlar, bunlar Japon oynadır, 10 milyon götürəcək. Bunlar da oynadır. Opkim 21 milyon götürəcək. Dostlar, videonun başlığına hələ ki mən final yazacağım. Amma sizin fikirlərinizdən asılıdır yani. 28 milyona kadroya yox, transfer eləyənmərik. (2-0) İkinci. Bunlardan da xal koparda bilsin bombalar. 2-0 qəşəng. 2-1. İlk beşliydi. Kırmızı gördün, Ostakobo oynasın. Bunu satmaq olar, yoxsa bu düşəcək sezon sonu. Norveçli. RR 75'di. Qosatak geçsin elə. Getdi Almanya'ya. O bile oynamırdı. Mais. Deyəsən bunlar dostlar Japon oynadırdı, baxmadım. Şimdi baxarıq. Özü 2'dən, özü 21 milyon götürəcək yenə. 56 minə bir dənə amı götürmək olar. 56 minə. Oo, qəşəng oyuncular var. Inter'de 87'li. Barcelona'da. Bunun 31'di, bunun da 31'di. Bunu götürək elə. 56-7 Barsa. Sat gəlsin. Qəşəng Barsa. Orta saha 82'dir. Oldu 83. 81'ciyin birinin 68'in zadın. Bu 71'ciyi satacağım dostlar üzəyə məcburən. Kadro çünkü çoxaldı üzəyə. Getdi. Всё. Kadroda az oyuncu olsun. Çoxalmağı bizim kadroya demək olar ki, oyuncu transfer eləyənməyəcək. Bunlardan da 3 xal götürək, всё. Bir xal olsun. Və ilk 7'liyi də tamamladıq. Gözləyəcək rəqibləri. Leverkusen. Bir suruttuk qəşəng. Stuttgart. İki 0 bunları tuttuk. Qəşəng gedir ya Almanya'da. Şampiyonluğu alacaq. Frankfurt. Mən nə vaxt deyirəm şampiyonluğu alacaq, bərabərə qaldıq. Amma Bayar da bərabər qalıb. Qarabağ Royal Sociedad. Sağ ol səni Qarabağ. Royal Sociedad'ın 11'i qəşəngdir. Oy oy oy, savunmamızın qırmızı kart görməyi çıxqan poxlaya bilər. Amma yox, heç nə yoxdur, hələ ki yaxşı yox. Bax, Zankani də gəldi, səhət satdı. Bunu sata bilərik 76'lığı. Boş-boşuna olsa yer tutur. Uza pul da qəşəng gəlir. Getdi Celtic'e. Всё. İki 0 utduq.
2-1. Sporting son 16'da rəqibimiz. İki 0 keçdik qəşəng. Beşiktaş da Avropa Liqində. Qarabağ penaltıda Royal Sociedad'ı keçib. Hal oldu. Oy 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 oy. O qırmızı kart görə və 76'lıq ilk 11'də başlayır Zerato. Görə Mahir'in dəyəri lap düşdü. Mahir Emrəli. Gölə yine qalıb. Bayar o 82'li yağmı. Görək bu futbolu bırakmır. Onun adı nəsə çıxmır buradan. Onu deyə ya BM'dir. Yo BM'dadır. Onun yerine dostlar 21 milyon yenə götürürük. Oldu 30 neçə milyon. Bərabərə. Sporting'dən cavab maçı. Və 2-0 darmamadağın. Görsən son altta rəqib kimdə oldu? Bilim. Ohohohoy. Dortmund. Dortmund. Zankan ilk 11'de sen hele senden gol kapanmadık diye sen bu sezon. Bu pis oldu. Bu pis oldu diye Bayern tutub. Xal fərqi açılır. Belə olmalı pis olur. Ya bu nədir? Bir gol vurundan ne oldu? Santrafor dəyişikliyi elədi. Heç bir pox yoxdur ortada. Voy, darmadağın. 6-0 Qarabağ Lazioya nə idi? Darmadağın ya. Bərabərçılıq. Bir 0. Və gəldi o maç. Borussia Dortmund. Yüksək oyuncumuz qırmızı kart cəzalıdır ama olsun. 81'liyə qoyaq. Dortmund'un kadrosu. Məncə rahat keçərik. Almanya'da durduk günkü. 2-0 qəşəng. Deyəsən Şampiyonlar Liqin olub kariyeri bitirmək olar. Real Udo'da gəldi. Leverkusen tutub. Səni qoyaq təzən ilk 11'ə. Real Udo'da gəlir, təhlükədir. Real Madriddən çıxan çəkilir adam. Mbappe zat kadrolarında daxı. Keçdik. Real da keçib. Bizim rəqib Bayern Münih gəldi Şampiyonlar Liqində. Bunlarla bərabərə. İkinci bitirdi ligi. Bunlarla da bərabərə. Bunlar da keçdi. O ne oldu? Bu ne kadar kırmızı görmüşük biz. Özə Şampiyonlar Ligidir. Bayağı dostlar Japon oynadırdı. Yine 10 yerine 21 milyon götürə bilərik. Hadi uşaqlar, bu qırmızı kart görənlərin qırmızısı tarsidi yaxşı olardı.
Bizə transfer lazımdır. Transfer. Bunu belə qoyaq. 82 sağımızad təşkil eləmək olmaz. 53 milyona. Inter'də bunu götürmək olar. 45 milyon Inter. Qəbul elədi. Hadi uşaqlar, qəşəng transferlər eləyirik. Bir dənə Şampionlar Ligindən çıxa bilək. Oy, təhlükə. Abi aşağı gəldi. Belə olsun bu. Bu 73'lü Almanyalın Satakku geçsin, yer tutmasın. Getdi. Kadromuz uşaqlar 400 milyondur. Hadi uşaqlar 10 nəfər qaldılar. İçinə azlarım. Və bəli dostlar, ekran kartınızı opsiya sezona keçək söndürürəm. Fikirlərinizi gözləyirəm yoluma dostlar. Fikir gəlməsə mən bu fikirdəyəm ki, bu kariyeri kapadım. Çünki məncə qəşəng kariyer oldu. Hədəflərimizə ulaşdıq. Siz də fikirlərinizi yazın. Əgər fikir yazmasınız, yəni kariyeri direkt bitirəcəm. Gözləyirəm fikirlərinizi. Bu opsiya sezona keçək. Tamam. Və bəli dostlar, fikirlərinizi gözləyirəm. Demək olar ki, məndən olsa mən kariyeri bitirəcəm, fikir yazmasınız. İncisini də fikirlərinizi gözləyirəm. Sağ olun, salamat qalın. Görüşənədək.